Selamun aleyküm. Deməli, həmişə bizə daha çox hansı suallar gəlirsə və biz o yöndən həmişə çalışırıq ki, danışaq. Təzyiq sualları, təzyiqin qalxması, təzyiqin düşməsi çox gəlir. Həddən artıq çox gəlir və mən düşündüm ki, təzyiq haqqında çox geniş bir dənə izah verim. Niyə qalxır, niyə təzyiq düşür, qalxan zaman nə edə bilərik, düşən zaman nə edə bilərik, hansı qidaları yeyə bilərik, hansı qidaları yeməyə bilərik. Bunlara ətraflı bir məlumat verim və ondan sonra inşallah burada hansı bitkilərdən istifadə olunmalıdır, onlar haqqında da bir danışaq. Deməli, təzyiq heç bir insanda birdən-bir əmələ gəlmir. Ola bilir, nadir hallarda ola bilir ki, hamilə xanımlarda birdən-birə təzyiq 200-ə qədər qalxa bilər. Bu, çox nadir hallarda olur. Təzyiq əksər hallarda təzyiq yavaş-yavaş əmələ gəlir. Və ona görə də təzyiq xəstələri düşünməsinlər ki, mən hansısa bir dərmanı və yaxud da bitkini içən kimi mən təzyiqim düşəcək, bir də qalxmayacaq. Elə şey yoxdur. Təzyiq necə yavaş-yavaş əmələ gəlibsə, elə yavaş-yavaş da insan bədənindən çıxmalıdır, ya qaydaya düşməlidir. Təzyiq üçün istifadə olunan kimyəvi dərmanların heç biri sizin təzyiqinizi müalicə etməyəcək. Yəni, onu düşünürsünüzsə ki, əgər mən hansısa bir dərman içib, mənim təzyiqim normaya düşəcək və ondan sonra mən o dərmanı içməyəcəm, elə bir şey yoxdur. Yəni, elə bir kimyəvi dərman yoxdur. Amma elə bir dərman bitkisi var. Elə bir dərman bitkiləri var və biz bunları illərdir tətbiq edirik və gözəl də nəticələrimiz var. Birinci, araşdıraq ki, təzyiq niyə əmələ gəlir? Təzyiq, deməli, əsasən böyrək mənşəli və təzyiqin işinə bizim bədənimizdə nəzarət eləyən bizim böyrəklərimizdir. Deməli, ən azından təzyiqimiz qalxıbsa, gedin bir dənə renin analizini verin, renin. Əgər yuxarıdırsa, bəli, həqiqətən də bu onu göstərir ki, bizim böyrəklərimiz artıq bizim bədənimizdə təzyiqə nəzarət edə bilmir və təzyiqimiz yüksəlməyə başlayır. Bunun da bir sıra səbəbləri var. Deməli, birincisi, renin niyə qalxır? Renin o zaman qalxır ki, biz məsələn, özümüz daimi olaraq duzlu qəbul edirik, məsəl üçün deyirəm. Daimi olaraq şirniyyat qəbul edirik. Sonra daimi olaraq kalpasa və sasiskalardan çox qəbul edirik. Yəni, sənaye məhsullarına daha çox üstünlük veririksə əgər, bu zaman bizim böyrəklərimizdə yumaqçıqlar yavaş-yavaş başlayır zədələnməyə. Və böyrək artıq, nəinki böyrək, həm tək filtrasiya, böyrək filtrasiya eləmə insanların əksəriyyəti düşünür ki, elə böyrək insan bədəni təmizlədi, sediyə əmələ gətirdi, qutardı. Xeyr, böyrək tək elə filtrasiya gücünə malik deyil. Böyrək eyni zamanda insan bədənində qan dövranına və qan təzyiqinə nəzarət eləyir. Yumaqçıqlar zədələnən zaman artıq bizim qeyri-düzgün qidalanmağımız, səhərdən axşama qədər oturmağımız bizim böyrəkdə yumaqçıqlarımızın zədələnməsinə səbəb olur və bu özünü renində göstərir. Renini analizi verəndə görürük ki, renin miqdarı qalxıb, yəni böyrək mənşəli bu zaman təzyiq qalxır. Bundan başqa, elə insanlar var ki, su içmir. Elə insanlar da var ki, səhərdən axşama 4-5 litr su içir, elə bil ki, bu bir sağlamlıqdır. Bax, onların ikisi də xəstəlik mənbəyidir. Niyə? Hüceyrənin içərisində və kənarında natrium və kalium olur və bu mübadilə su ilə mübadilə, bu hüceyrənin bu forması su ilə nəzarətdə saxlanılır. Yəni, biz qışda deməli, yarım litr, 1 litr arası su içə bilərik, yayda isə 1-2 litr arası su içməliyik. Bəzi insanlar bunu 3 litr, 4 litr, 5 litrə qaldırarsa, əgər düzdür, çox isti olanda 3 litr də içə bilərik, amma 4-5 litr artıq elektrolit mübadiləsi deyirik biz buna. Natrium və kalium mübadiləsinin pozduğu üçün yenə də nə olur? Bu özünü təzyiqdə göstərir. Az su içəriksə əgər bizim təzyiqimiz düşəcək, həddindən artıq çox su içəriksə əgər bizim təzyiqimiz qalxacaq. Təzyiqin su ilə bağlı təzyiqin əmələ gəlməsinə bir faktorlardan biri də duzlu və şirniyyatın çox qəbuludur.
Biz əgər çox duzlu və yaxud da çox şirniyyatlar yeyəriksə, bizim bədənimiz daha çox su tələb eləyəcək və daha çox su içdikdən sonra yenə də həmin elektrolit mübadiləsi, natrium və kalium mübadiləsində pozğunluq əmələ gələcək və bu da özünü bizim təzyiqimizdə göstərəcək. Bundan başqa biz həmişə dəfələrlə demişik ki, boyun osteoxondrozu da təzyiqin əmələ gəlməsinə səbəb ola bilir. Belə sual ola bilər ki, boyun osteoxondrozunun böyrəklə nə əlaqəsi? Yəni, bunu sual verə bilərsiniz də. Bunu da deyim sizə. Deməli, bizim baş beynimizdən və onurğa beynimizdən çıxan simpatik və parasimpatik sinir sistemləri bizim bütün bədənimizdə, bizim bütün hər bir hərəkətimizə, mübadiləmizin hamısına nəzarət edir. Boynumuzdan çıxan sinirlər, əgər boyun osteoxondrozu varsa, boynumuzdan çıxan sinirlərin kökdüklərinin zədələnməsi baş veribsə əgər, bu özünü böyrəklərdə simpatik və parasimpatik sinir sistemi inervasiyalarını pozacaq. Və bundan sonra da nə olacaq? Yenə bizim təzyiqimizdə oynama olacaq. Əksər hallarda qalxmalar baş verir. Bax, bunun da qarşısını almada, bunu da diaqnozunu qoymaq üçün ən azından biz tutalım, məsələn, təzyiq qalxıb olubsa 200-ə qədər, biz boynumuzu yüngülvari, dərindən yox, yüngülvari, qarazirə yağı ilə yüngülvari ovuşdura bilərik və bundan sonra boynumuzun üstünə bir dənə isti nəsə qoya bilərik, məsələn, adi qrilka qoya bilərik və yaxud da ki, isti çərpici qızdırıb da qoya bilərik və yaxud da parçanın içərisinə duz qoyun, onu da qoyun, qızsın, ondan sonra onu da qoya bilərik və s. Əgər ondan sonra düşərsə, deməli bizim boyun osteoxondrozumuzun səbəbindən də bizim təzyiqimiz qalxa bilir. Görürsünüzmü, bir sıra qida vasitələrini və böyrəyimizi zədələyə bilən bir sıra amilləri mən saydım. Hələ bunlara əlavə eləmirəm müxtəlif mənşəli kimyəvi dərmanlar. Çox kimyəvi dərman qəbul edən insanlarda da böyrəklərində yumaqçıq zədələnməsi olur. Şəkər xəstələrdən özündə də yumaqçıqlarda zədələnmələr olur. Yəni, bu faktorlar çoxdur. Bunların hamısı sonda təzyiqə təsir edir. Niyə? Çünki böyrəklərdə artıq elektrolit mübadiləsinin pozğunluqları baş verib. Deməli, bu saydığım faktorların hamısına çarəsi də yenə də dərman bitkilərində var. Məsəl üçün, əgər daim olaraq bizim şəkərimiz yuxarı olubsa və bu şəkərimizin yuxarı olmasından dolayı bizim böyrəklərimizdə zədələnmələr baş veribsə, təzyiqdə oynamalar baş veribsə, birinci növbədə biz şəkər əleyhinə dərman bitkilərini mütəmadi içməklə və eyni zamanda hər gündə 1 saat, 1 saat yarım yeyin gəzməklə biz bunun zaman keçdikdən sonra qaydasına qoya bilərik. Tutalım ki, məsələn, şəkərdən zədələnmələr varsa, ən gözəl təsir göstərən dərman bitkilərindən 2 dənəsini deyim, lobya qını və qaragilə yarpağı. Deməli, 3 stəkan su götürürsünüz, bura 2 dolu xörək qaşığı lobya qını və 2 dolu xörək qaşığı qaragilə yarpağı qoyursunuz, dəmləyirsiniz. Bəzi insanlar bizdə qaragilə yarpağına yemişanın yarpağı deyirlər, o deyil. Qaragilə, baxarsınız Wikipediyada, qaragilə yemişan deyil. Deməli, dəmlik gündə 3 dəfə içilir bu. Gün ərzində də içə bilərsiniz bunu. Sonra, bəzi hallarda olur ki, bədəndə suyun miqdarı həddindən artıq çoxalır, yenə də elektrolit mübadiləsi pozuntuları baş verir və bu zaman mütəmadi olaraq, məsələn, hər ayda bir dəfə hicam olunmaqla, tutalım 8-10 banka, 3 ay, 4 aydan sonra, 2 aydan sonra keçirsiniz və biraz da təzyiq düzələndən sonra artıq 3 aydan birə keçirsiniz. Hər ay hicama olunmaqla da biz bədənimizə təzyiqimizi normal vəziyyətdə saxlaya bilirik. Bundan başqa, ürək qan-damar sistemi pozğunluqlarından da təzyiqimiz oynaya bilir və ürək qan-damar sisteminin pozğunluqlarından sonra da böyrəklərdə zədələnmələr baş verə bilir. Məsəl üçün, bizim qanımızda xolesterin və xolesterin sələflərinin qalxması, əsasən də LDL-in çox qalxması nə olur? Bizim damarlarımızın daxilində müxtəlif mənşəli yağlanmalara səbəb olur və bu da damarımızın mənfəzini daraldır. Damar mənfəzinin daralması isə damarın daxilindəki təzyiqi yüksəldir. Bu da eyni zamanda təzyiq yüksələndə də böyrək yumaqçıqlarında zədələnmələr baş verir. Yəni, böyrək yumaqçıqlarında elə bir hüceyrələr var ki, o hüceyrələr yastığa bənzər hüceyrələrdir. O hüceyrələr bizim ümumi bədən təzyiqimizə nəzarət edir və daimi olaraq ürəklə əlaqədə işləyirlər.
təzyiq yüksələn kimi həmin hüceyrələrdə də yaprıqmalar baş verir və onlarda da zədələnmə baş verir. Deməli, biz xolesterinimizi aşağı salmaqla, damar daxili təmizləmələr aparmaqla yenə də bol hərəkət və bol alma sirkəsi içilməlidir. 3-4 xörək qaşığı alma sirkəsini 4-5 stəkan suya qarışdırıb gün ərzində için. Və yaxud da ki, alma sirkəsindən yeməklərinizdə, salatlarınızda bol-bol istifadə edin. Alma sirkəsi bütün xolesterin sələflərini aşağı salma gücünə malikdir. Eyni zamanda alma sirkəsi oksidləşdirici reduksiya proseslərini də artırır. Yəni, bədəndə yanmanı çoxaldır. Yanma çoxaldan bütün dərman bitkilərinin hamısı eyni zamanda xolesterin salma gücünə də malikdir. Bundan başqa sarıkökdür, zəfərandır, ud hindi bitkiləridir. Bunların özü də oksidləşmə reduksiya prosesini artırır. Düzdür, ud hindi bitkisi özü təzyiq qaldırıcı xüsusiyyəti var. Ona görə də təzyiq çox olanda ud hindi bitkisini istifadə eləmirik. Məsələn, sarıkök, zəfəran qarışımı yaxşıdır. 300 qram sarıkök, 100 qram zəfəran bir-birinə qarışdırın. Bu qarışımdan gündə 2 dəfə, 3 dəfə bir çay qaşığı ağza atın, üstdən bir stəkan su için. Çox gözəl, belə həm arıqladıcı xüsusiyyəti var, həm xolesterin aşağı salıcı xüsusiyyəti var və həm də ən əsası nədir? Damar mənfəzini təmizləyici xüsusiyyətləri var. Sonra hipotenziv təsir göstərən dərman bitkiləri var. Bunları biz həmişə yazırıq. Bunlar melissa bitkisidir, damotudur, sonra lavanda bitkisidir, sonra pişiyotu bitkisidir, yemişandır. Yemişan o qədər gözəl təsirləri var. Bax, məsələn, 3 kiloqram yemişan alın, 1 kiloqram pişiyot alın. Axşamdan 3 stəkan suya 2 xörək qaşığı yemişan, 1 xörək qaşığı pişiyotu tökün, termosda bunun hamısını dəmləyin. Sabahsı gün gündə 3 dəfə yeməkdən sonra bundan 1 stəkan için. Sonra bayaqları mən boyun osteoxondrozunu dedim. Boyun osteoxondrozunda hicama müalicəsi gözəl təsir göstərir. Hicama müalicəsindən sonra zəli müalicəsinin qoyulması isə çox gözəl təsir göstərir. Niyə? Çünki biz hicama qoyduqdan sonra bizim qan dövranımızda yaxşılaşma halları baş verirsə, əgər qanımızda artıq təzyiqə səbəb ola bilən qanın müəyyən hissəsini biz çıxartmaqla paralel zəli qoyduqdan sonra isə deməli zəlindən ağzındakı bir sıra maddələr, əsasən də hirodin və hirodin tərkibindəki olan bir sıra maddələr boyun osteoxondrozuna, kürək və bel osteoxondrozuna səbəb olan duzların əridilməsinə səbəb olur ki, və bundan sonra da nə olur? Bundan sonra da deməli zədələnməyə səbəb olan həmin duzların əriməsi nəticəsində ağrılar aradan qalxır, damarların daxili təmizlənir, beynimizin və toxumalarımızın qidalanması yaxşılaşır və bundan sonra nə olur? Yavaş-yavaş təzyiq düşür. Bu haqda ümumiyyətlə çox danışmaq olar. Mən ümumiyyətlə bunların hamısını sığışdıra bilmirəm. Əslən bir 8-10 dəqiqə müddətinə sığışdıra bilmirəm. Və ona görə də mən bunları həmişə bölüb hissə edib həmişə danışmışam. İndi bu dəfə daha dedim geniş danışım. Geniş danışım da biraz çox oldu. Biraz bəlkə də başımızı ağrıtdım. Allah hamıya kömək olsun. Bizə üçün də amin. Sağ olun.